Yardımlıda əhali keyfiyyətli və dayanıqlı içməli su ilə fasiləsiz olaraq təmin olunur. Bunun üçün yardımlı su meliorasiya sistemlərinin istismar idarəsi işlərini daim günün tələblərinə uyğun olaraq qurur. İdarə 2486 əhali abonentinə və 59 qeyri-əhali abonentinə xidmət göstərir. Xidmət göstərilən əhali abonentlərindən 1727-si sayğaclı, 759-u isə sayğacsız abonentdir. Yardımlı şəhəri və ona bitişik bir neçə kənd Avur Nisəqala su mənbəyindən qidalanır. Çətin relyefə malik dağlıq ərazilərdə yerləşən abonentləri su ilə təmin etmək üçün müxtəlif tutumlu 20 su anbarı, 9 su nasos stansiyası və müxtəlif kəndlərdə yerləşən 13 ədəd subartezian quyusu vasitəsilə xidmət göstərilir. Yay mövsümünə hazırlıq dövründə işlər görülmüşdür. Bu yay şükür Allaha payız yaxşı keçdiyinə görə, yaz fəsli yaxşı keçdiyinə görə suda problemimiz yoxdur hələlik. Amma qarşılayıcı tədbirlər görmüşük. Ambarlar hamısı təmizlənib, dezinfeksiya olunubdur. Əlavə su mənbələrində işlər görülübdür. Bu işlərlə yanaşı, demək, kanalizasiya şəbəkəsində də bir çox işlər görülür, baxıcı quyular təmizlənibdir. Yardımlı sakinləri görülən işləri müsbət qiymətləndirirlər. Onların sözlərinə görə istifadə etdikləri içməli su saf, təmiz olmaqla bərabər 24 saat fasiləsiz olaraq onlara çatdırılır. Burada içməli su çox təmiz ekoloji cəhətdən. Həqiqətən də vətəndaşlarımız burada bu təbiətin gözəl, Allahın verdiyi nemətindən çox yüksək səviyyədə istifadə edirlər. Və sağ olsun ölkə prezidenti Cənab İlham Əliyev, regional sosial-iqtisadi inkişaf proqramı əsasında bütün Azərbaycan hər yerində, o cümlədən yardımda da insanların diqqət və qayğısına qalaraq, bax belə bir rayonda içməli su təminatını tam təmin edilir. Bir şəhər sakini kimi şəxsən gün 24 saatı biz içməli təmiz su ilə təmin oluruq. Qeyd edək ki, 2026-cı ilin əvvəlindən idarə tərəfindən 23 ədəd su və 15 ədəd kanalizasiya qəzaları qeydə alınıb ki, həmin qəzaların hamısı tam operativ və sürətli şəkildə bərpa olunub. Eyni zamanda xidməti ərazidə yerləşən 2 nömrəli, 7 nömrəli və 8 nömrəli kanalizasiya nasos stansiyalarında cari təmir işləri aparılıb. Baş vermiş yağıntılarla əlaqədar olaraq Viləş çayının çay yatağının təmizlənməsi işləri hazırda həyata keçirilir.